Bu blinçik tortunun dadına baxmasaydım şişərdim. O qədər ləzzətli idi ki, nəfsimə güc gələ bilmədim. Bir dilim yedim, əvəzində 9000 addım atdım. Bu blinçikin əla alınmasının sirri üzərinə əlavə olunan qaynar sudadır. Həm blinçiklər ajurlu alınır, həm də kövrək. Hazır xəmiri mütləq sitodan keçirin və 20 dəqiqə kənarda gözlədin. Krem üçün qatılaşdırılmış süd və qaymaqdan istifadə etdim. Çəmbər yardımı ilə torta forma verməyə başladım. Kənara 6 ədəd blinçik düzdüm. Alt hissəyə 1 ədəd blinçik, üzərinə krem. Yenidən 1 ədəd blinçik, üzərinə krem və meyvələrdən banan kividən istifadə etdim. Kənarda blinçiklərin üzərinə kremləyib meyvə düzüb rulet formasında düzdüm və tortun üzərinə əlavə etdim. Yenidən üzərinə krem çəkib meyvə düzüb bu ardıcıllığı davam elətdiririk. Ən sonda kənardakı blinçiklərə forma veririk. Üzərinə streç çəkib bir gün soyuducuda saxlamaq lazımdır ki, dadları bir-birinə qarışsın. Sizə təcili lazımdırsa heç olmasa 2-3 saat soyuducuda gözlədin. Ən sonda blinçikdən belə güllər düzdüm və ortaya belə gözəl nəticə çıxdı.